Değerli izleyiciler, son dövrlerin en büyük belasına çevrilen kazino oyunlarıyla bağlı önemli haberi dikkatinize çatdıracağım. Mütləq şekilde herkes bunu beğensin, paylaşsın ki daha çok insan haberdar olsun. Azerbaycan'da online kazinolara göre banklara sert tələblər qoyulacaq mı? Azerbaycan'da online qumar oyunlarına avlidə olaraq küllü miqdarda borclanan vətəndaşların sayı sürətlə artmaqdadır. Online qumarda bütün pullarını uduzan, borclanan insanlar bir çox hallarda çıxış yolu kimi hətta intihara da əl atırlar. Yaxud belə borclar üzündən ailələr dağılır, uzun müddətli kreditlərin altında əzilir. Müsavat xəbər verir ki, bir çox ölkələrdə online qumar qadağan olunmaqla banklara belə bir oyunlar üçün ödənişlərin aparılmaması tələbi qoyulub. Məsələn, Rusiyada bunu edən banklar böyük həcmdə sanksiya ilə üzləşir, vəzifəli şəxslər həbs olunur. Özbəkistanda isə online qumar oyunlarının hesabına ödəniş əməliyyatına imkan yaradan bankın hətta fəaliyyəti belə dayanır. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Talih Kazımovun müsavata dediyinə görə, ölkəmizdə online kazinoların hesablarına ödəniş eləmək ümumiyyətlə mümkün deyil. Qanunvericiliklə online kazinoların rəsmi hesabları ilə əməliyyatlar qadağan olunub, amma qeyri-rəsmi hesablara ödənişləri banklar daxili qaydalarla tənzimləyirlər. Rəsmi online kazinoların öz hesab kodları olur, o kodlar Azərbaycanda bağlıdır. Lakin bəzi sistemlər online kazinolar var ki, məsələn, aptekin kodu ilə işləyir. Adı aptekdir, ancaq arxasında online kazino dayanır.